Mən deyəndə ki, bunlar İmam Əliyə Allah deyirlər, siz inanmırsınız. Sonra da gəlib bizə komentarda yazırlar ki, Əhl-i-Beyt düşmənsiz, İmam Əli düşmənsiz. İndi bu videoda baxın, görün İmam Əlinin, Əhl-i-Beytin, Allahın düşməni kimlərdir, görün. Ali Rasul ve olam, Ali Rasul ve olam, Ali Rasul ve olam, heyler, heyler. Birisi də Heydər İmam Əlinin ləqəbidir. Yəni, bu insanlar açıq aydın deyirlər ki, Əli Rəzzaq aləm, əstəğfurullah, 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 yəni bu cümləyə görə deyirəm. Yəni, o deməkdir ki, Əli aləmlərə ruzi verəndir. Allah isə Quran-ı Kərimdə deyir ki, sizi ruziləndirən mənəm. Bu Allahın ismidir ya. Görün, bədbəxtçiliyə baxın ki, İmam Əlini Allah görürlər. Sonra da gəlirlər, artist deyirlər ki, yox, biz bunları qəbul etmirik. Vallahi də qəbul edirlər. Birinin bunlara qarşı əks bir video çəkdiyini görməmişəm. Hamısı təsdiqlər, hamısı altına əla yazırlar, Allaha şərik qoşurlar, altında İmam Əlini Allaha şərik edirlər, ondan çağırış, ondan mədət umurlar. Heç birinə Fatihə surəsini bütün gün namazda desələr də mənasını belə bilmirlər, Rəbbim şahiddir. Allaha and olsun, bunlar ancaq Allahı təkləşdirənlərə, Allah təkdir, şəriki yoxdur deyənlərə böhtan atmaqdan başqa iş bacarmırlar. Çünki öz alimləri, qumbi, öz dinlərində olan insanlar dahi qayda deyirlər ki, şər atın, böhtan atın ki, fəzilətli olasınız. Rəbbim şahid, istəyənə ataram o hədisi də.